Salam dostlar, bu günləri biz TryHackMe'nin növbəti modulu olan Session Management haqqında danışacağıq. Session Management 60 dəqiqə nəzərdə tutulub. Bu fundamental bilikləri əldə etmək üçün çox yaxşı bir otaqdır, yəni roomdur. Burada siz belə deyək, sayta daxil olarkən və yaxud da hər hansı bir akkaunta daxil olarkən nəzərdə tutulan proseslərin arxa fonda necə tətbiq edildiyini öyrənəcəksiniz. Və həmçinin dərsi başlamışdan qabaq dediyim kimi, bu dərslər sırf tədris üçün nəzərdə tutulub. Yəni digər maşınlarda istifadə edilməsi və yaxud da ki, icazə olmadan hər hansı bir sistemdə bu bilikləri tətbiq etməsi qəti qadağandır. İndi isə başlayaq. Burada 5 modul, 5 bölmə, 5 də deyil, introduction o qədər də çox deyil, 5 bölümdən ibarətdir. İlk öncə sessiya haqqında məlumat verək. Bu nə deməkdir? Mən bütün həmin modulları Azərbaycan dilində çalışdığım qədər tərcümə etmişəm və indi çalışacağım sizə bu modulu izah edim. Və ən axırda əlbəttə ki, bizim əsas məqsədimiz CTF-i həll eləməkdir, bayraqları əldə etməkdir. Sessiya idarəetməsi nə deməkdir? Web tətbiqlərində istifadəçiləri izləmək və autentifikasiyanı qorumaq üçün sessiyalar istifadə olunur. HTTP protokolu öz-özlüyündə vəziyyətsizdir. Yəni, hər yeni sorğuda istifadəçi identifikasiyasını yenidən təsdiqləmək tələb olunur. Sessiya idarəetməsi bu sessiyalar təhlükəli şəkildə idarə olunmasını və qorunmasını təmin edir. Sessiyanın idarəetmə dövriyyəsi. Sessiyanın yaradılması, sessiyanın izlənməsi, sessiyanın vaxtının bitməsi, sessiyanın sonlandırılmasından ibarətdir. Yəni, məsəl üçün, siz hər hansı bir sistemə daxil olursunuzsa, application mı deyək, web saytda login, parol olan bir yer, e-mail, bunların hamısında sessiyanın yaradılması var, sessiyanın izlənilməsi var, sessiyanın vaxtının bitməsi var, sessiyanın sonlandırılması var. İlk sessiyanın yaradılması olur. Sessiyanın idarəetməsinin ilk addımı sessiyanın yaradılmasıdır. Bu istifadəçi autentifikasiyası etdikdən sonra baş verir. Yəni, loginə daxil oldusa, siz sessiyanı yaradırsınız. Sessiyanın izlənilməsi nədir? Sessiya dəyəri hər yeni sorğu ilə birlikdə serverə göndərilir. Bu, web tətbiqinə, istifadəçinin fəaliyyətini izləməyə imkan verir. Server sessiya dəyərini qəbul edərək, həmin sessiyanın kimə məxsus olduğu və istifadəçinin icazələrini müəyyənləşdirir. Sessiya izlənməsi zəif olarsa, hücumçular sessiyanı ələ keçirir və ya istifadəçini təqlid edə bilirlər. Sessiyanın vaxtının bitməsi. HTTP protokolu vəziyyətsiz olduğunda istifadəçi tətbiqi çıxıb-çıxmadığını müəyyən etmək çətindir. Buna görə sessiya üçün müəyyən bir zaman məhdudiyyəti qoyulmalıdır. Müəyyən olmuş müddət bitdikdən sonra sessiya etibarsız sayılmalı və istifadəçi yenidən autentifikasiya edilməlidir. Sessiyanın sonlandırılması. İstifadəçi öz istəyi ilə çıxış etdikdə, yəni logout etdikdə, sessiya dərhal sonlandırılır. Sessiyanın vaxtının bitməsindən fərqli olaraq bu istifadəçinin aktiv sessiyasını dərhal ləğv edir. Əgər sessiya düzgün sonlandırılmasa, hücumçular həmin sessiyadan istifadə edərək hesaba davamlı giriş əldə edə bilərlər. Növbəti, sessiya təhlükəsizliyi. Sessiya təhlükəsizliyini danışdıqda, yəni prosesdə idarəetmə prosesində hər mərhələnin təhlükəsiz olması vacibdir. Təhlükəsiz sessiya idarəetməsi aşağıdakı tədbirlərlə təmin oluna bilər. Sessiya identifikatorlarının unikal və çətin təxmin edilən olması, sessiya dəyərlərinin şifrələnməsi və qorunması, sessiya vaxtının avtomatik bitməsi və yenidən autentikasiya tələb olunması. İstifadəçi çıxış etdikdə sessiyanın tamamilə ləğv edilməsi. Autentifikasiya. Burada yəni identifikasiya, autentifikasiya və avtorizasiya. Bunlar fərqli şeylərdir. İdentifikasiya istifadəçinin kimliyini müəyyən etmə prosesidir. İstifadəçi müəyyən bir şəxs olduğunu iddia edir.
Web tətbiqində bu adətən istifadəçinin adını daxil edilməsi ilə baş verir. İstifadəçi müəyyən bir ad və ya e-poçt ünvanı təqdim edərək özünü tanıdır. Autentifikasiya istifadəçinin həqiqətən kim olduğunu sübut etmə prosesidir. İdentifikasiya zamanı istifadəçi sadəcə öz adını təqdim edir. Autentifikasiya isə bu kimliyi təsdiqləyən sübut təqdim etməlidir. Avtorizasiya müəyyən bir istifadəçinin istədiyi əməliyyatı yerinə yetirmək üçün lazımi hüquqlara malik olub-olmadığını yoxlama prosesidir. Məsələn, bütün istifadəçilər məlumatları görə bilər. Lakin yalnız seçilmiş istifadəçilər onları dəyişdirə bilər. Sessiya idarəetməsi avtorizasiya istifadəçinin həmin sessiya çərçivəsində hansı hüquqlara malik olduğunu təyin edir. Hesabatlılıq istifadəçinin həyata keçirdiyi əməliyyatların qeydə alınması prosesidir. İstifadəçinin sessiyası izlənilməli və həmin sessiya çərçivəsində yerinə yetirilən bütün əməliyyatlar qeyd olunmalıdır. Bu məlumatlar təhlükəsizlik insidentlərinin baş verdikdə hadisələri təqlid edir. Hesabatlılıq isə insidentlər zamanı real hadisələrin ardıcıllığı müəyyən etmək üçün vacibdir. Buna görə də bütün isteklər və onlara uyğun sessiyaları qeyd edilməlidir. Sessiyaların idarə edilməsi. Cookie'lər və tokenlər. Burada cookie və token haqqında hər ikisinin üstünlüyü və çatışmamazlığı haqqında məlumat verilib. Yəni siz cədvələ baxsanız artıq biləcəksiniz ki, burada hansılar nə ilə fərqlənir. Və biz birazdan CTF-ə keçəndə siz görəcəksiniz ki, orada hansı proseslər gedir və cookie'lərlə nələr etmək olar. Bundan sonra sessiyanın idarə etməsinin təhlükəsizliyi. Burada sessiyanın idarə edilməsi zamanı hansı kodlaşdırılmadan danışılır. Bu PDF-lər LinkedIn səhifəsində və tryhackme.az web saytında paylaşılacaq. Yəni siz oradan da əldə edib bunları oxuya bilərsiniz. Biz isə indi artıq keçək CTF-ə. Burada bizə əlbəttə ki, həmişə olduğu kimi IP verilir. Biz bu IP ilə daxil oluruq. Yəni mən çalışıram nəzəri bilikləri, yəni kimlər ki, həqiqətən real olaraq bu bilikləri əldə etmək istəyirsə, bu PDF-i yükləyib oxuyacaq. Ona görə hamısını tam ətraflı orada 60 dəqiqə elə ancaq bu sistem haqqında məlumat vermək üçün nəzərdə tutulub. Yəni belə deyək. Mən həmin o 60 dəqiqəni 14 slayda bölüb artıq sizinlə paylaşmışam. Deməli bizdə belə bir login parol verilib. Bu onun haqqındadır. Burada deyir ki, yeni bir user yaradın. Sign up deyilirəm. Aha. Fikir versəniz, register as student, register as lecturer. Yəni ya müəllim kimi olmalıdır. Fikir versəniz, müəllim kimi olanda username verification code hardansa əldə etməliyəm, sonra password eləməliyəm. Amma student tələbə kimi biz istədiyimizi yaza bilərik. Aha. Sign up deyirik. Okay. Yazırıq. Aha. Biz sistemə daxil olduq. Adımız testdir. Baxaq görək nəyimiz var. Dashboard var. Modullar var. Testlər var. Attempt var. Hansı ki yoxdur. Okay. Biz burada indi cookie'lərin idarə edilməsindən danışırıqsa, sessiyalardan danışırıqsa, əlbəttə ki, indi incələməyə başlayacağız. Storage'a girək, baxaq görək nə var. Aha. Burada bizdə gördüyünüz kimi email, ID name test, role 2, surname test. Baxaq görək başqa nə var burada? Yoxdur. Burada var. Network'a girək, görək network'də nələr var. Modula girək. Okay. Dashboard'a təzədən daxil olaq. Burada heç nə yoxdur. Qəribədir. Okay.
Biz təzədən qaydaq storage-a. Burada bizim onsuz da cookies'imiz var. Fikir versəniz user və user role var. Okey. Burada artıq bunu necə araşdırmaq olar, onun haqqında məlumat verib. Bizə isə lazımdır ki, biz burada fikir versəniz və session yaradılması, session tracking, expire, session termination. Okey. Bizdə birinci deyir ki, what is the username of student with the name X? X adlı tələbənin username-i nədir? Mən bu flagı necə tapdım? Yəni biz bundan danışırıq. Bizim deməli burada varımızdır. Name test qoymuşuq da, düzdürmü? Biz bunu silə bilərik. Burp suite-la da eləyə bilərsiniz. Sadəcə burada beləçinə deyə bilərdi. İndi biz də onun yolu ilə gedirik. Refresh edirik. Yoxdur. Name. Surname, okey. Rol 2, testi eksilik. Birinciden tak, Shift X. Bir də refresh edək, baxaq görək. Dəyişdi mi? Dəyişdi. Fikir versəniz burada test idi, artıq oldu X. Okey, biz X-ı mənə deyir username. Mən username hardan tapım burada? Username yoxdur axı. Mən burada fikir versəniz, mən orada da dedim, təqdimatda belə bir bölmə var idi. Fikir versəniz. Buna görə bütün idarəetmə ilə əlaqələnən autentikasiya və avtorizasiya fərqindən başa düşdükdən sonra bunu sessiya ilə idarə etməsi ilə əlaqələndirir. Autentikasiya sessiyası necə yaradılması rol oynayır. Avtorizasiya isə müəyyən bir sessiya ilə əlaqəli istifadəçinin tələb olunan əməliyyatı yerinə yetirmək icazəsinin olub-olmadığını yoxlayır. Bax, açar söz buradadır. Biz burada studentıq. Yəni, burada artıq məntiq rol oynayır. Biz qeydiyyatdan keçəndə orada fikir versəniz 2 dənə var idi. Student lecture. Biz student kimi girmişik. Mən student kimi username-i də görə bilmirəm. Mən burada əgər username-i dəyişə bilirəmsə, əlbəttə ki, mən o fikir versəniz modul dəyişdi. Okey. Studentlar çıxdı üzə. Studentlar çıxdısa, biraz aşağı edəndə fikir versəniz, THM got user. Biz tapdıq. Okey. Növbəti bizdə nə gəlir? How many lectures are registered on application? Mən burada 1 qoymuşam. Görək bu lectureları hardan tapa bilərik biz. Biz artıq girmişiksə, burada modullara girə bilərik. Baxaq görək, varmı nəsə? What? How many lectures? Bu lecture'lar deyil. Bu sadəcə olaraq lecture'lardır. Lecture name. Distributed database by lecture 1. Okay. Excluding the unauthenticated user, how many roles does the application have? Okay. Burada indi belə bir şey də var. Biz lecture elədiksə, biz demək ki, bu sistemdə ola bilər ki, burada artıq intuisiya rol oynayır. Yəni, siz həmişə login parolu nə qoyursunuz? Birinci admini yoxlayırıq da, düzdür. Amma biz admindən başlamadıq. Biz başladıq studentdan, müəllimdən. Növbəti gəldi bizdə admin. Gəlin admini yoxlayaq. Görək admində nəsə verəcəkmi bizə? Verdi. Adminlə verdi ki, total lectures 1. Yəni, 1 lecture var. Okay. How many roles does application have? Rollardan danışacağıq. Bayaqlar əslində modullar açılmışdı. Orada 3 idi. Sonra yazıb how many test attempts? Testlərə daxil olaq. Görək, testdə nə var bizdə? 1, 2, 3.
How many test attempts in total have been performed on application? Bu başqa sualın cavabıdır. Biz ora hələ daxil olmayaq. Prinsip onsuz da cavab vermişəm. Yəni o qeyri-adi bir şey deyil. Attempts. Okay, attempts. 4. 1, 2, 3, 4. Student 1, 2, 3, 4. Okay. High score 3'tü. Okay. What's the sequence correct of answer database types? Bayaq daxil olduğumuz yer vardı. Database types. Biz hardaydı o lecture'daydı. Yok. Yok o değil. Students'ta da değil. Modules. Aha, database button. Daxil olaq. Bu da değil. Attempts'a daxil olduq. Tests. Database types idi də. Ha, de buradadır. Database types birinci. Daxil oluruq. Baxırıq. Yes, y-dır, n-dır və üçüncü sualda n-dır. Okay. Bu qədər sadə. Amma məsəl üçün siz PDF-i oxuyub, dərk eləyib, sonra təzədən bunu etsəz, görəcəksiniz ki, çox sadə bir şeydir. Bu hələlik ki, cookieslə olan, yəni biraz asan formasıdır. Biz növbəti dərslərdə bundan da biraz qəliz bölmələrə keçəcəyik. Ümid edirəm ki, prezentasiyada, dərsdə sizə yardımcı oldu. Sizə gələcəkdə kiber təhlükəsizlik üzrə bilikləriniz daha da təkmilləşdi. Dərsin əvvəlində olduğu kimi axırında da demək istəyirəm, zəhmət olmasa, yalnız TryHackMe və Hexabox-da bu bilikləri tətbiq edin. Digər maşınlarda, digər sistemlərdə bunların istifadəsi qəti qadağandır. Suallarınız olsa, həmişə cavablandırmağa hazıram. Təklifləriniz olsa, yenə əlbəttə ki, hazıram. Dostlarınızla paylaşmağı yaddan çıxartmayın, kommentlər yazın. Gələn dərslərə qədər.